Salam müəllimələr, hər vaxtınız xeyir olsun. Sizlər üçün dünən paylaşdığım quizin bu gün açıqlamasını verəcəm. Çünki bir çox müəllimələrimiz oradakı güşələrə aid olan test olsun, ətraf aləmə tanışlığa aid olan test olsun, fiziki mədəniyyətə aid olan test olsun, çətinlik yaşayıb. Ona görə düşündüm ki, bu video vasitəsilə həmin suallara aydınlıq gətirək və sizlər də tam şəkildə cavablar haqqında əmin olasınız. Və qeyd edim ki, müəllimlər, bizim hazırladığımız, yəni mənim hazırladığım dünənki testlərdə tam şəkildə 31 dənəlik testdə, hansı ki, orada standartlarla bağlı olan suallar, hamısı birbaşa olaraq qəbulda görə biləcəyiniz tipdəki suallardır. Və bizim bütün dərslərimiz bu formatda təşkil olunur. Yəni, tam olaraq effektiv şəkildə qəbula və sertifikasiyaya hazır olursunuz. Sadəcə sizlər üçün qaydaları əzbərləmək qalır. Yəni, uzun-uzadı PDF-ləri oxumağa gərək belə qalmır. Açar sözlər vasitəsilə, video qeydlər vasitəsilə məni dinləməklə yüksək nəticəyə addım atmış olursunuz. Bunun üçün Mart qruplarımız hal-hazırda aktivdir. Mart qrupumuza qeydiyyat davam edir. Başlaması, yəni martın neçəsi başlayacaq, hələ onun haqqında dəqiq bir şey deyə bilmərəm, amma yerlərimiz məhdud olur qrupda. Ona görə çalışın, vaxtında qeydiyyatdan keçəsiniz və açar sözlər vasitəsilə, quiz testlər vasitəsilə, Google Chrome testləri vasitəsilə, PDF formada olan testlər vasitəsilə imtahana tam şəkildə hazır gedə biləsiniz. Çünki 2026-cı ilin yay aylarında həm MİQ imtahanı, həm də sertifikasiya imtahanı gözləniləndir. Ona görə çalışın vaxtında 2 ay qalmış çatdıracam deyə düşünməyin. Çünki 2 ay ərzində insanın sadəcə beyni qarışmaqdan başqa heç nəyə nail ola bilmir. Bunu biz keçən il ərzində də hansı ki MİQ-ə hazırlaşan müəllimələrlə yaşamışıq. Onlar 2 ay ərzində eləsi var idi, qoşulmuşuq Suriyyət qrupuna. Amma görürdün ki, yəni müəllimə mənimsəməkdə çətinlik yaşayır. Hansı ki 4-5 ay bundan qabaq qoşulan müəllimlər çox rahat bir şəkildə mövzuları mənimsəyib, testlərini də vaxtı-vaxtında təhvil verə bilirdilər. Ona görə çalışın, hər şeyə vaxtında qoşulasınız və ödənişli oldu, olmadı. Vaxtında işinizi planlayın ki, uğurlu nəticənizi əldə edə biləsiniz. 050 869 41 62 nömrəmə ödənişli təlimlə bağlı yazıb məlumat ala bilərsiniz. İndi bugün qəbul tipli testlər 16 sualı cavablandıracağım sizlər üçün. Gəlin baxaq. Suallar açılsın müəllimlər. Hər birini çalışacağım ki, açar sözlər vasitəsilə sizə izah edim. Baxın müəllimlər, deyir ki, uşaqlarınız əsl vətəndaş kimi böyüyər, öz problemlərinin öhdəsindən gəlmək bacarığı inkişaf edər və kollektivlə işləməyə bacarar. Bu, əlbəttə ki, Emiliyadır. Niyə görə Emiliya? Biraz tez-tez danışacağım ki, 1 dəqiqə vaxt var. Ona görə Emiliya yanaşması ki, Emiliyada fəal vətəndaşlıq mövqeyi varsa, ətraf aləmə tanışlıq məşğələsi varsa, burada kollektiv güc iş forması varsa, burada uşaqlarda nələr var? Burada uşaqlar müəllimənin cavabdeh bələdçiliyi altında öz müstəqil öyrənmələrini gerçəkləşdirirlər. Deyə bilərsiniz, müəllimə müstəqil öyrənmə Montessori'də deyildimi? Əgər oxusaz, PDF-ində də qeyd olunub. Uşaqlarda müəllimə güc və kollektiv iş formasının sayəsində və müəllimənin istiqamət kompas rolu sayəsində uşaqlar müstəqil öyrənməyə yələnirlər. Amma müstəqil öyrənmə səriştəsi birbaşa olaraq Montessori nəzəriyyəsində öz əksini tapır. Bundan əlavə olaraq Emiliya yanaşmasında uşaqlarımız əsl vətəndaş kimi böyüyür. Uşaqlarımızda istər fiziki, istər idraki, istərsə də sosial cəhətdən inkişaf getmiş olur. Bu Emiliya yanaşması idi, yəni. Fiziki mədəniyyət məşğələsi zamanı istifadə olunan bu prinsip uşaqlarda rabitəli sinirə, bacarıq vərdişin formalaşmasına gətirib çıxarır. Bu, təbii ki, müəllimlər, müntəzəmlilik prinsipidir. Niyə görə müntəzəmlilik? Çünki görürsünüz, nə deyir? Ardıcıl. Ardıcıllıq olan yerdə müntəzəm şəkildə biz onunla məşğul olmalıyıq ki, uşaqlarda rabitəli, yəni rabitənin özü bir ardıcıllıq deməkdir. Ona görə də bu müntəzəmlik prinsipi olacaqdır. Tədricilik prinsipi, müvafiqlik, fərdi yanaşma haqqında da fiziki mədəniyyət məşğələsinin videosuna baxsaz, orada məlumat vermişəm. Ətraf aləmlə tanışlıq məşğələsinin təlimin təşkilinə verilən hansı prinsip reallaşdırır? Təbii ki, əyanilik. Çünki uşaqlar burada əyani olaraq təbiətlə təmasda olur, canlı və cansız təbiəti fərqləndirə bilir. Yəni, bu cəhətdən əyanilik prinsipi ətraf aləmlə tanışlıq məşğələsində ən çox reallaşan prinsipdir. Bayaqçı prinsiplər haqqında da sizə belə deyə bilərəm ki, tədricilik prinsipi uşağa mövzuların sadədən mürəkkəbə doğru təşkil olunmasıdır. Müvafiqlik uşağın yaş, fiziki, anlaq səviyyəsinə uyğun şəkildə qurulmasıdır. Fərdi yanaşma isə hər bir şəxsə, hər bir uşağa fərdi şəkildə yanaşmanı təmin edən bir prinsip olacaq.
Ətraf aləmə tanışlıq məşğələsində bu yaş qrupunda uşaqlar payıza yetişən meyvələr, alma, armud, heyvanlar və tərəvəzlər, kök, turp, kələm xarici görkəminə və dadına görə tanıyır, fərqləndirir. Müəllimlər, bu orta qrupdur. Ümumiyyətlə, ətraf aləmə tanışlıqda hər yaş qrupunda uşaqların müəyyən bir bitkilər olsun, kollar olsun, meyvələr olsun tanıması var. Məsəl üçün, böyük qrupda uşaqlar daha çox qum, su, gil, daş, ildırım haqqında məlumatları olur. Daha sonra 4-5 ağacı görünüşünə görə fərqləndirməyi, hissələrini, gövdəsini, budağını, yarpağını adlandırmağı bacarmalıdır. Uşaqları kolla tanış etmək, kolun, ağacın fərqini öyrətmək lazımdır. Məktəbə hazırlıqda bu ağacların sayı 6-7-yə artıq qalxmalıdır. Yəni, bu formada hər yaş qrupunda uşaqlara öyrətməli olduğumuz məqamlar var. Sadəcə indi vaxtın qısıtlı olmasından mən hər biri haqqında geniş məlumat verə bilmirəm, amma ətraf aləmə tanışlıq məşğələsinin izahına baxsaz, orada bütün məlumatlar verilib, hansı ki, imtahanda görə biləcəyiniz. Sonra, fiziki mədəniyyət məşğələsi zamanı istifadə olunan bu prinsip diferensiallaşdırma və fərdiləşdirmə prinsipi ilə bənzərdir. Belə ki, onların yaşı, fiziki və anlaq səviyyəsi nəzərə alınmalıdır. Bu da müəllimlər, burada əslində fərdi prinsip olsaydı, onu verməmişəm, özüm qəsdən verməmişəm. Çünki o olsaydı, müəllimlərimiz onu götürəcəkdi. Və biz burada artıq bu prinsipimiz hansı prinsip olacaqdır? Hər uşağın özünə müvafiq, yəni uşağın fiziki anlaq səviyyəsinə uyğun tapşırıqlar verəcəyimiz üçün burada müvafiqlik prinsipi öz əksini göstərəcək. Bu görüşə ətraf aləm. Ən çox dünən bu sualı müəllimlərimiz deyirdi, axı niyə, nə əlaqəsi var ki, uşaqlar ətraf aləm, heyvan, bitki mənşəli, canlı və cansız təbiətlə tanış olan uşaqlar üçün maraqlı bir fəaliyyətdir. Müəllimlər, bunu mən özümdən kəşf eləməmişəm. Bu sırf olaraq Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bizə verdiyi PDF-lərdə də belə qeyd olunub. Yəni, Təhsil İnstitutunun özünün hazırladığı PDF-lərdə də belə qeyd olunub ki, bu görüşə bizim solüstü oyunlar cüşəmizdir. Çünki bu cüşədə uşaqlarımız artıq ətraf aləm haqqında məlumatlıdırsa, biz orada onlara aid puzzle verə bilərik, çap oyunları verə bilərik və s. Bu formada onlar üçün maraqlı bir fəaliyyət təşkil edə bilərik. Ona görə bu cüşədə solüstü oyunlar cüşəsi olacaqdır. Həmçinin solüstü cüşə uşaqlarda intellektual qabiliyyətləri, kiçik motorika, sosial bacarıqları da inkişaf etdirən bir cüşədir. Erkən yaşlı uşaqlar öyrənmə prosesinə ilk dəfə müəllimlərini təqlid etməklə başlayır. Məktəbə qədər təhsil müəssisəsində əsas fikir tətbiq edərək öyrənməkdir. Bu sualı da bir çox müəllimə səhv yazmışdı. Montessori və səhv etmirəmsə Piaget yazmışdılar. Mən aşağıdan qeydlərin hər birini oxuyuram. Yəni, hər biriniz nəzərimdəsiz və bu gün cavab verəcəyim üçün orada cavab vermədim. Müəllimlər, bu da yenə mənim özümdən çıxardığım bir qayda deyil. Bu da yenə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin bizə verdiyi PDF-lərdə qeyd olunan bir məqamdır. Çünki uşaqlar üçün müəllimə bir rol model olur və uşaqlar müəllimələrini təqlid edərək, yəni rollu oyunlar hardaydı? Valdorfdaydı. Tətbiq edərək öyrənmə də əl əməyi ilə quraşdırma hardaydı? O da yenə Valdorfdaydı. Deməli, elə əl, ayaq, baş, ürək yanaşmasından da yanaşsaq, bu yenə olacaqdır. Rudolf Steiner, yəni Valdorf yanaşması. Onun fikrincə, uşağı hələ körpəlikdən vətənin həqiqi vətəndaşı kimi tərbiyə etmək üçün uşaq bağçası lazımdır. Bu fikir hansı pedaqoqa aiddir? Müəllimlər, bu fikir də bizim Frebel nəzəriyyəsinə aiddir. Çünki Frebel əbədi yaşarlılıq, xalq yaradıcılığını əsas götürürdü. Ona görə də burada biz Frebel yanaşmasını götürəcəyik. Çünki milli kimliyin dərki və milli iftixar hissi birbaşa olaraq Frebel yanaşmasındadır. Ona görə bu da Frebelə aid olacaq. Daha sonra nitq inkişafı üzrə iş prosesində ən çox istifadə olunan metodu soruşur. Bu metod müqayisədir. Bu da yenə mənim özümdən çıxardığım bir məlumat deyil. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin verdiyi PDF-lərdə qeyd olunan bir məqamdır. Ən çox istifadə olunan müqayisədir. Burada səs mədəniyyətinin inkişafı, lüğət üzrə iş və digər işlər prosesində tərbiyəçi tez-tez müqayisə priomuna, yəni oxşar fonem, söz, qrammatika kimi hadisələrin fərqləndirilməsinə müraciət etməli olduğu üçün müqayisə priomu burada çox önəmlidir. Bu da müqayisə priomudur.
Sonra fiziki mədəniyyət məşğələsində istifadə olunan əyani metoda aid deyil. Burada müəllimlər diqqət etməliyik ki, birinci növbədə əyani metod nədir, şifahi metod nədir, praktik metod nədir? Əyani metod uşağın gözlə görərək, məsəl üçün tərbiyəçinin şəxsi nümunəsi ilə fiziki təmrinlərin icrası. Uşaq bunu görəcək, müşahidə edəcək. Deməli bu var. Fiziki hərəkətləri əks etdirən plakatlar, bu da var, çünki görəcək. Hərəkət oyunlara, gimnastik hərəkətlərə, idman oyunlarına baxırsa yenə görür, yəni əyanidir. Amma artıq təmrin, yəni hərəkətlərin təkrarı deyirsə, artıq uşaq burada onu təkrar edirsə, deməli burada artıq uşaqda praktik metod özünü göstərəcək. Təlim uşağın nəyi düşünməsinə deyil, necə düşünməsinə əsaslanır. Uşağın şəxsi inkişafı dəstəklənir. Uşaq doğuşdan bacarıqlıdır və ruha sahibdir. Yazılmayıb, amma deyim. Bu da Valdorf yanaşmasındadır. Çünki Valdorf yanaşmasında qeyd edirik ki, təlim uşağın nəyi düşünməsinə deyil, necə düşünməsinə. Yəni, necə düşünmə nə deməkdir? Uşağın yaradıcı düşünməsi deməkdir. Şəxsi inkişafı dəstəklənir. Hətta əlavə edə bilərik rejim, əlavə edə bilərik tətbiq edərək öyrənmə, əlavə edə bilərik Valdorf yanaşması üçün uşağın uşaqlığını yaşaması, 7 yaşa qədər akademik bilik əldə etməməsi, daha sonra qeyd edə bilərik əl əməyi, tikinti quraşdırma cuşəsi, qeyd edə bilərik uşaqlarda mədəni müxtəlifliyə hörmət səriştəsi, dünyəvilik prinsipinin qorunması, demokratiya, insan hüquqlarına hörmət, bunların hamısı birbaşa olaraq Valdorf yanaşmasındadır. Hələ qeyd etmədiyim bir çox məqamı da yenə YouTube üzərindən Cəmilə Mamedova yazaraq Valdorf yanaşması haqqında orada uzun formada izahlarım yer alır, baxa bilərsiniz. Bu da belə. Planlaşdırmanın bu mərhələsi ilk növbədə tədqiqat üçün həm mümkün, həm də uşağın bacarıq və qabiliyyətlərinin həyata keçirilməsinə imkan verən, onun inkişaf xüsusiyyətlərinə müvafiq olmalıdır. Müəllimlər, bu mərhələsi birinci növbədə tədqiqat üçün həm mümkün, həm uşağın bacarıq və qabiliyyətlərini deyirsə, bu motivasiyadır. Çünki motivasiya mərhələsində biz uşaqların öz şəxsi təcrübələrini həyata keçirməsinə sövq edirdik. Baxın, bu birinci açar sözü. Uşağı müstəqil tədqiqata həvəsləndirirdik. Daha sonra uşaqlardan müxtəlif fərziyyələri toplayırdıq, hansı ki, əqli hücum da burada yer alır. Yaşam müvafiqliyi nəzərə alırdıq. Hamısı, yəni motivasiyada yer alan bir məqamdır. Dərk etmə daha çox hakimə aid olan sözlər, axtarmaq, araşdırmaq, tapmaq, sübut, dəlil, müzakirə, fikir mübadiləsi əsasında özünü göstərirdi. Tətbiq etmək isə rollu oyun səhnələşdirmə əsasında özünü göstərirdi ki, uşaqlar burada fəaliyyət göstərirdi, tətbiq edirdi, yerinə yetirirdi. Buna deyirik biz tətbiq etmə mərhələsi. Cavab isə motivasiya idi, bəli. Bu belə. Daha sonra öyrənmə zamanı uşaqların öz emosiyalarına qapılması, onların təlimi mənimsəməsinə kömək edir. Müəllimlər, bu öz emosiyalarına bir var hiss və emosiya, bir var emosiya. Öz emosiyalarına qapılırsa, bu olacaq bizim Loris Malaguzzi, hansı ki, Reggio Emilia. Amma emosiya və hisslərin bircə inkişafı o Valdorfdadır. Deməli, emosiyalarına qapılmaq olacaqdır Loris Malaguzzi, amma uşağın emosiya və hisslərinin bircə inkişafı isə yer alacaq bizim Valdorf, yəni Rudolf Steiner yanaşmasında. Bu da belə. Daha sonra növbəti testimiz. Müəllim stolun üstünə 8 qələm qoydu. Sonra uşaqlar həmin qələmləri saydılar. Müəllim qələmləri stolun üstünə dağıtdı. Uşaqlara sual verdi. Uşaqlar, sizcə qələmlərin sayı yenə eynidir? Uşaqlar çox olduğunu dedilər. Bu ilkin əməli, yəni əməliyyat öncəsi mərhələdir. Bunun da çox gözəl bir formada açar məqamlarla izahını vermişəm. Mərhələləri Piaget, Vygotsky haqqında YouTube-dan baxa bilərsiniz. Bu da müəllimlər, yenə əməliyyat öncəsi və konservasiyanın olmamasıdır. Yəni uşaq gördüyünə əsasən, buna biz intuitiv düşüncədə deyirik. Yəni gördüyünə əsasən uşağın qərar verməsi, bu da əməliyyat öncəsi mərhələdədir. Növbəti sualımız. Bu cuşədə uşaqlar ən sadə texniki qurğularla tanış olur, bəzi alətlərlə işləmək bacarığını əldə edir, material, iş, obyekt və alətlərə diqqətli olmağı öyrənirlər. Və burada, baxım görüm qeyd etmişəmmi? Yox, qeyd etməmişəm onu. Bir də bu əl əməyi cuşəsidir. Burada uşaqlar hər şeyi mükəmməl etməyə çalışırlar. Bu da yenə əl əməyindədir. Əl əməyi daha çox uşaqdan incəlik, zəriflik və konstruktiv bacarıq tələb edən bir cuşədir. Cuşələr mövzusunda yenə YouTube üzərindən baxıb, bəyənib, öz qeydlərinizi götürə bilərsiniz, əziz müəllimlər. Bu da bizim əl əməyi cuşəmizdir. Növbəti sualımız, hecaların ahəngdar şəkildə bir-birini əvəz etməsi. Müəllimlər, hecalar əgər bir-birini ahəngdar şəkildə əvəz edirsə, bu olacaq ritm. Yəni, birinci A olacaq ritm. Sözlərin və ifadənin
tələffüz prosesində səsin yüksəlməsi və alçalması nitqə müxtəlif çalarlılıq verirsə, bu olacaq melodika, yəni 2D. Cümlənin mətnin məzmundan asılı olaraq nitqin fasilələrlə iştirakı tezləşir və yaxud yavaşlayır. Bu da olacaqdır sürət, yəni A bəndi olmalıdır. Bu formada müəllimlər, siz də bu formada quizlərimizdən yararlanmaq istəyirsinizsə, mənim şəxsi nömrəmə 058 41 62 yazaraq və yaxud videonun altına link paylaşacağam. Həmin link vasitəsilə Telegrama daxil olub qruplarımızda testlərimizdən faydalana bilərsiniz. Həmçinin tam şəkildə qəbul tipli hazırlıqla yüksək nəticə göstərmək istəyirsinizsə, yenə qeyd etdiyim nömrə ilə əlaqə saxlayıb ad soyad qeyd etməklə qruplar haqqında, dərslər haqqında, ödəniş haqqında ətraflı məlumat ala bilərsiniz. Təşəkkür edirəm məni belə səbirlə dinləyib, özünüz üçün qeydlərinizi götürdüyünüz üçün minnətdaram. Videonu bəyənməyi, rəylər qismində öz rəyinizi yazmağı da unutmazsınız zəhmət olmasa. Unutmayın, müəllimə üçün ən böyük motivasiya videoların bəyənilməsidir, kanala abunə olunmasıdır. Yəni bu mənim üçün çox önəmlidir. Çünki sizin sayənizdə bizim videolarımız daha çox həmkarımızın qarşısına çıxır və onlar da bu kimi videolardan yararlana bilir. Diqqətiniz üçün təşəkkürlər.